İranlı bloger Fatimə Şirayzi Bakıda çəkdiyi videoda ölkəmizi təhqir edən fikirlər səsləndirib. O, Bakının vaxtilə İranın əyaləti olduğunu iddia etməklə sosial şəbəkə istifadəçilərinin tənqidi ilə üzləşib. Əslində tarix necədir? Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl vəziyyət necə olub? Qlobal İnfoza danışan tarixçi alim Faiq Ələkbərli deyib ki, Bakı tarix boyu müxtəlif dövlətlərin tərkibində olub və bugün müstəqil Azərbaycanın paytaxtıdır. Stat: müasir dövlət sərhədlərini keçmiş imperiyaların sərhədləri ilə eyniləşdirmək düzgün yanaşma deyil. Tarixə nəzər saldıqda görünür ki, 1935-ci ildən İran adlanan ərazidə uzun əsrlər ərzində Səfəvilər dövləti, Əfşarlar dövləti və Qacarlar dövləti kimi türk mənşəli sülalələr hakimiyyətdə olublar. Bu dövlətlərin siyasi və hərbi elitasında türk tayfaları mühüm rol oynayıb. Xüsusilə Təbriz uzun müddət mühüm siyasi və inzibati mərkəz kimi çıxış edib. Bəzi dövrlərdə isə paytaxt statusu daşıyıb. Həmin dövlətlər bugünkü milli dövlət anlayışı ilə eyniləşdirilə bilməz. Onlar çoxmillətli imperiyalar idi və müxtəlif xalqları, dilləri və bölgələri özündə birləşdirirdi. Bu səbəbdən Bakı İranın əyaləti olub kimi iddialar nə beynəlxalq hüquqa, nə də mövcud siyasi reallığa uyğundur. Bakı bugün suveren Azərbaycanın paytaxtıdır və onun statusu beynəlxalq səviyyədə tanınır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.